Növbəti qısa izahımız olacaqdır kimyadan kumol, yəni izopropil maddəsi haqqında. Kumol benzolun bir belə deyək də, benzol sırası karbohidrogenlərə aiddir. Benzol halqasından və izopropil radikalından ibarətdir. Bunun beynəlxalq adı izopropil benzol, tarixən verilmiş adı isə kumol adlanır. Biz bunu necə ala bilərik? Benzol halqasına propenin birləşmə reaksiyasından biz kumolu ala bilərik. Benzolun özü bromlu suyu rəngsizləşdirməsə də nümayəndələr bromlu suyu rəngsizləşdirir. Kumolun oksidləşməsi var. Kumol necə oksidləşir? Kumol budur, gördüyünüz üzrə. Oksidləşdikdə isə fenola və asetona, yəni ketona çevrilir. Əsas reaksiyaları bunlardır. Fenolda, daha doğrusu kumolun içərisində benzol halqasında olan karbonlar sp2 hibrid vəziyyətində, radikalda olanlar isə sp3 hibrid vəziyyətində yerləşir. Gəlin indi kumolla əlaqəli hissələri dedim. Test imtahanında ən çox rastlaşdığımız, topluda düşən bəzi qəliz testlərə baxaq. Məsələn, bu gördüyünüz test ən çox imtahanlarda rast gəlinən suallardandır. Bu sualı gördükdə deyir, benzolun homoloqunun molekulunda birli karbon atomlarına birləşən hidrogen atomlarının sayı 6-dır. İkili karbon atomlarına birləşən hidrogenlərin sayı 5-dir. Deməli, biz bilirik ki, benzol halqasında olan bütün karbonlar ikilidir. Onlara birləşən hidrogenlər isə nəli hidrogenlər sayılacaqdır. İkili karbondur bunlar. Birləşənlərin sayı 5-dir deyir. Yəni, bunlara birləşənlərin sayı 5 dənədir. Normalda 6 dənə olmalıdır. Deməli, bunun bir hidrogeni başqa nə ilənsə əvəz etmişik. İndi ora sığmayacaq, bu hissədən əvəz etdim. Deməli, burada isə belə bir şey yaza bilərəm. Bizə də deyir ki, birli karbonlara birləşən hidrogenlərin sayı 6-dır. Sayı 6 olması üçün birli karbonlar 2 dənə olmalıdır ki, baxın bu hissədəki kimi. Bunlara birləşənlər 3 hidrogen sayı 6 versin. Sonra üçlü karbona birləşənlərin sayı 1 ədəddir dedikdə bu üçlüdür. Buna birləşən bir hidrogen atomu var, gördüyünüz üzrə. Deməli, bizdən nə istəyir? Bizdən istəyir ki, bu maddənin yazaq. Gördüyünüz üzrə yazdıq bu maddəni. Deməli, ikili karbonla birləşən hidrogenlərin sayı 5-dir. Gördüyünüz üzrə 5-dir. Bunlar birli karbonlardır. Birli karbonlara birləşən hidrogenlərin sayı 6-dır, 6-dır. Bu üçlü karbondur. Ona birləşən hidrogen sayı 1-dir, ödəyir. Yəni, bu testi gördükdə biz kimdən məlumat almalıyıq? Yəni, bu maddə kim ola bilər? İzopropil benzol, kumoldur. Bizdən soruşur ki, sp2 esterin sayı. Yəni, sp2 hibrid halında olan karbonlara hidrogenlərin sayı. O da 1-dir, 2-dir, 3-dür, 4-dür, 5 ədəddir. Sonra SPH o deməkdir ki, yəni SPH halında olan karbonlar arasındakı rabitə. Bir budur, bir də budur. Çünki bunlar SP3'dür, bu karbonlar. Ona görə də biz burada götürməliyik nəyi? 1, 2. Burada cavab olur 5, burada olur 2. Bu maddənin adını istəyir bizdən. İzopropil benzol olacaq. Cavab C variantı. Növbəti keçək 85-ə. 85 hər nədirsə, X üstəgələk Y-dən A maddəsi alınır. Bilmirəm nədir. Amma mənə burada ipucu verir ki, A maddəsinin oksidləşməsindən fenol və aseton alınır. Fenol və aseton alınan bayaqlar burada gördüyünüz üzrə kumol idi oksidləşəndə. Deməli, X-la Y nə olub ki, mən ondan kumol almışam? Onu da burada qeyd etmişəm. Benzolun üstünə propen gəldikdə alına bilər. Benzol və propen burada cavab olacaq. Bir dəqiqə. B variantı. Propen və benzol. Sonra keçək növbəti bu gördüyünüz 3-cü sualımıza. Buradakı sualda isə yenə eyni verib. Benzolun üstünə propen gəlir. X maddəsi alınır. Alınan X maddəmiz bizim kumoldur. Onu oksidləşdirir. Z və Y maddələri alır. Biz bilirik ki, alacağımız maddələrdən biri fenoldur. Biri isə asetondur bu vəziyyətdə. Bizdən isə istədiyi nədir?
Həmin bu maddələrdə X, Y və Z maddələr molekulunda karbon atomlarının kimyəvi rabitədə iştirak etməyən, hibridləşməmiş orbitallarını istəyir. Biz bilirik ki, buradakı bütün 6 dənə karbonun 6-sı da sp2-dir. Hər birinin hibridə çatması üçün bir p-si çatmır. 6 karbonda deməli 6 dənə p orbitalı qeyri-hibriddir. Burada isə bu sp3-dür. Bu da sp3-dür, lakin bu sp2 hibrid vəziyyətdədir. Ona görə də bunun da bir p orbitalı çatmır. Opşi cəmi 7 dənə hibridləşməmiş p orbitalı var. Karbon atomunun bizdən hidrogenləri soruşmur. Yəni opşi molekuldakı qeyri-hibridi soruşmur. Yalnız karbon atomunun hibridləşməmişlərini soruşur. Ona görə 7 ədəd. 6-sı fenolda, biri ketonda.